Mesela mən sizə bir şey deyim. Adicə bilmirəm, məscidlərdə olanlarınız görübsə, deməli, faktiki olaraq məscidə getdiyiniz zaman, əgər 2 rükətli bir namaz qılırsa insanlar, qılandan sonra təsəvvür eləyin, 3 dəqiqəyə, 4 dəqiqəyə qılınan namazdan sonra 10 dəqiqə, 15 dəqiqə, 20 dəqiqə ancaq təsbihat deyilən anlayışlara həyata keçirirlər. Nə edirlər? Başlayırlar ayət-əl kürsü oxunur, anlamadan əzbər. Ondan sonra başlayırlar Subhanallah, Elhamdülillah, Allahu Ekber. Hələ mən bunlara açıq şəkildə deyirəm. Təsəvvürün başlayırlar Subhanallah, 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 Subhanallah. Niyə? Dəl-badal, arxa-arxaya bunları deyəndə nəyi dəyişir? Bir faydası olurmu? Yəni, əgər Peyğəmbərimiz özü belə bir hərəkət eləyibmi? Bununla bağlı hər hansısa bir Allahın Quranda bizdən istədiyi bir məsələ varmı? Amma biz baxdığımız zaman həqiqətən bunların olmadığının şahidi olur. Namazı bitirdikdən sonra ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edin. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: Ey Rəbbimiz, sən bunları əbəs yerə xəlq etməmisən, sən pak və müqəddəssən, bizi odun əzabından qoru.